Bir səhabə var idi. Əleyhissalam çıxanda o həyətinə gördü ki, o durub qapısının ağzında. Dedi ki, nə istəyirsən? Nəsə sözün var. Dedi ki, ya Ali, səni bayaq gördüm orada. Sonra danışdın, biz aralaşdıq. Getdim evə, darıxdım sənin üçün. Dözə bilmədim evdə. Ona görə heç bir işim yoxdur. Elə gəlmişəm, durum burada. Haçansa bayıra çıxsan səni görüb. Xoş onların halına. Əleyhissalamın aşiqi idilər, necə aşiq olurdular. Biz indi onlarla hədis oxuyuruq, danışırıq, müxtəlif məsələlərə keçid alırıq ki, imam barəsində təsəvvürümüz yaransın, bəlkə onun məhəbbəti ürəyimizə gedir. Amma o dövrün adamları imamı görürdülər, hər bir cəhətdən görürdülər. Gedirdilər, qucaqlayırdılar, əllərindən öpürdülər, ayaqlarından öpürdülər. Və olurdular həqiqi aşiq. Aşiq olurdular. Amma axirət zamanın məzlum şiyələri imamın ətrini onun zərihindən alır. Məsələn, Azərbaycanda neçə min kilometr gedir Kərbəlaya, İraqa, həyəcanla gedir imamın zərihini tapır, gedir öpür onu. Ağlayır orada. Hərəmini öpür, daşını, divarlarını öpür. Görmüsünüz də? Daşını öpür, divarını öpür. O zərihin, o hərəmin qapısını öpür. Təbərrük eləyir. Mübarək paltar, bəzi paltarlarını mübarək olsun deyə sürtür ora, saxlayır. Görün nə qədər fərqi var. Gör bunun dirisini görsə necə olar. Elə aşiqdir. Görmüsünüz də zərihin yanında necə ağlayırlar. İmamı diri görürmüş kimi ağlayırlar. İmamla danışırlar. Gör onu canlı görsələr necə olar. Doğrudan da bu kəslərin şərafəti var. İndi görürsüz ki, elə belə söz deyil idi Bədirdəki və Uhuddakı kəslərin savabından. Doğrudan da sözün həqiqi mənasında belədir. Bu indiki axirət zamanın o yaxşı mömini var. Bu da elə Bədirdə, Uhud o dövrdə olsaydı Bədirdə də iştirak eləyərdi, Uhudda da iştirak eləyərdi. O peyğəmbəri bütün günü görüb ona aşiq olan kəsdir. Peyğəmbərin eşqi insan ürəyinə düşsə nələrə sahib olar insan. Bu belədir də, peyğəmbəri görmədən sevir. Gedir peyğəmbərin qəbrinin kənarında ağlayır. Gedir Bəqidə ağlayır. Gedir İmam Hüseynin hərəmində ağlayır. Gedir Əbəlfəzlin qolları düşmüş yerdə ağlayır. Gedir qətilgahda ağlayır.